7 hektar ərazidə salınan Doktor Bio Qax Ekoparkında rayonun, bölgənin, ümumilikdə ölkəmizin ekosistemi cəmlənib və bu istiqamətdə işlər davam etdirilir. Qax ölkəmizdə turizmin inkişafı üçün geniş imkanlara malik fauna və florası ilə seçilən mineral xammal ehtiyatlarına əlverişli iqlim şəraitinə malik rayonlardandır. Qədim tarix və mədəniyyətə malik bu diyarın hər bir guşəsi turistlər üçün əsl istirahət məkanıdır. Yerli və xarici turistlərin rayonu daha yaxşı tanıması üçün 6 marşrut müəyyənləşdirilib. Marşrutlar üzrə ekskursiya mətnləri hazırlanıb. Bu ildən bu turizmin marşrutuna daha bir əlavə olunub. Doktor Bio Qax Ekoparkı. Geniş bir ərazini əhatə edən ekopark bir çox xüsusiyyətləri ilə seçilir. Çox gözəl parkdır. Böyüklər üçün, uşaqlar üçün yaxşı istirahət yeridir. Hər şəraiti də var. Hər şey də yaxşıdır. Yiyəni, içəni, hər şey. Sakitlikdir. Şəhərdən kənarda olsa da qəşəngdir. Axşam havası da sərin olur, yaxşı olur. Hər kəs üçün, uşaqlar üçün şəraitdə yaxşıdır. Oynayan hər əyləncə, uşaqlar üçün əylənməyə yerlər var. Ekoparkın ən maraqlı bölmələrindən biri zoopark hesab olunur. Burada lisenziya əsasında bir çox quş növləri bəslənilir. Biz bunların bütün nəyini biz nəyirik ona sağlamlığına bir cavab veririk. Hər 10-15 gündən biz bunların sağlamlığı üçün bütün vitaminli yemlər veririk ki, bunlar xəstəliyə çox həssasdır. Bu həssas heyvanlardır. Ona görə biz bunlara tez-tez vitamin yemlər veririk ki, xəstələnməsin bunlar. Ondan sonra bizə bura qıraqdan da heyvanlar gətirirlər, qoruqdan da gətirirlər, qaxın qoruğundan da gətirirlər. Elə olur, məsələn, kəndlərdən də gətirirlər ki, görürsə xəstədir. Biz burada onları sağaldıb, yenə təbiətə buraxırıq biz bunları. Burada əyləncə mərkəzi yaratmışıq uşaqlar üçün. Özünüz görürsünüz, çox gözəl. Zoopark yaratmışıq, tam lisenziyası alınıbdır. Burada reabilitasiya mərkəzi quşlar üçün, heyvanlar üçün yaratmışıq. Kimin vətəndaşlar müraciət edir, evində iti, pişiyi, xəstəsə gətirir, tez müalicə edib qaytarıb veririk. Yəni bütün növ xidmət burada növləri var, bazarımız var. Kənd təsərrüfat məhsullarının satışı üçün bazar yarmarka təşkil eləmişik. Rayonun böyük Alatəmir kəndi ərazisində yerləşən ekoparkda meyvə bağı, ictimai iaş obyektləri, konsert və tamaşalar üçün səhnə, uşaqlar üçün əyləncə meydançası, maraqlı fauna və flora növləri, həmçinin müxtəlif ölkələrdən gətirilmiş quş növləri mövcuddur.